İkincisi, keçirik tənqidi təfəkkürün növbəti hissəsi. Deməli, tənqidi təfəkkürü formalaşdırılan, inkişaf etdirən əsas bacarıqlar. Bu bacarıqları reallıqda necə gücləndirə biləcəyimiz çox gözəl bir cədvəllə deməli izah olunub. Gəlin bu cədvəli sətir-sətir, ən sadə anlaşılan dillə ifadə edək. Tənqidi təfəkkürü inkişaf etdirən əsas bacarıqlar. Təhlil etmək, interpretasiya etmək, yəni yozmaq, mənasını izah etmək, özünə və ya başqasına etibarlı informasiya toplamaq, qərəzsiz yanaşmaq, əvvəlcədən beynində müəyyən bir fikir formalaşdırıb, özünü mütləq ona inandırmaq, problemi həll etmək, bacarıqların inkişafı. Deməli, burada müxtəlif xüsusiyyətlər, onları inkişaf etdirməyin yolları qarşılaşdırılıb. Müşahidə bacarığı xüsusiyyəti tənqidi təfəkkürün ən vacib təməllərindən biridir. Yaxşı müşahidə edən insanlar hələ yeni yarana biləcək problemləri əvvəlcədən hiss edirlər. Problemi harada, nə vaxt və niyə yarana biləcəyini duyub, öz təcrübələrindən ağıllıca istifadə edirlər. Sürətli nəticə çıxarmağa tələsmə, əvvəlcə daha çox məlumat topla, bunun üçün qeydlər apara, gündəlik tuta və hər zaman fəal dinləyici ola bilərsən. Bu, inkişaf etdirməyin yoludur. Təhlil etmə bacarığı xüsusiyyəti nədir? Problemə fərqinə varılan kimi analitik bacarıqlar işə düşür. Bu bacarıq vəziyyəti düzgün qiymətləndirməyə, problemin həlli üçün ən vacib olan gizli nöqtələri tapmağa kömək edir. İnkişaf etdirməyin yolu nədir? Həmişə yeni təcrübələr qazanmağa çalış, bir yerdən eşitdiyi məlumatla kifayətlənmə. Fərqli mənbələrə bax, onları bir-biri ilə müqayisə et, doğruluğunu yoxla, rasional qərarlar ver, məntiqli. Nəticə çıxarma bacarıq xüsusiyyəti toplanmış bütün məlumatlardan ağıllı bir sonluq, yəni nəticə çıxarmaqdır. Bunun üçün insandan müəyyən bilik və təcrübə tələb olunur. Çünki nəticə kör-körənə yox, analizlər əsasında çıxarılır. Bunu inkişaf etdirməyin yolu tez tələsik qərarlar verməmək, diqqətini faktların doğruluğuna yönəlt, vəziyyəti dayandırıb analiz et, ipucunu toplanmış faktı birləşdirərək onların əsasında mülahizələr, fikirlər irəli sür. Ünsiyyət və fikir ifadə etmək bacarığı xüsusiyyəti qarşıya çıxan problemləri, onların həlli yollarını, çıxarılan nəticəni başqaları ilə mehribanca müzakirə edə bilməkdir. İnkişaf etdirməyin yolu sinif müzakirəsində, debat, disputlarda fəal iştirak etmək, ən vacibi fəal dinləyici olmaq, başqalarının fikrinə, hətta onlarla razılaşmayanda belə hörmət etmək, öz etirazını mədəni, təmkinli şəkildə ifadə etməyi öyrənir. Problemi həll etmə bacarığı xüsusiyyəti problemi anlayıb, analiz etdikdən sonra onun üçün ən səmərəli və mərhələli çıxış yolunu tapmaqdır. Düzgün və uğurlu qərar vermək üçün mütləq tənqidi düşünmək şərtdir. İnkişaf etdirməyin yolu qarşıya çıxan çətinliyi həll etmək üçün həmin sahəyə aid çoxlu informasiya toplamaq, problemi tək bir yolla, müxtəlif yollarla araşdırıb hansı yolun daha səmərəli olduğunu tapıb öz nəticəni çıxarmaq bu bacarığını göylərə qaldıracaq. Tənqidi düşünən qəhrəman olmaq üçün əvvəlcə yaxşıca izləməli, müşahidə etməli, məlumatları təhlil etməli, tələsmədən qərar verməli, dostunu hörmətlə dinləməli, problemlərə ağıllı həll yolları tapmalıdır. İkinci hissə bitdi. Tənqidi təfəkkürə aid xoş dinləmələr.